Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Doğru Xəbər Azərbaycanın məlumatına görə qadın şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı bıçaqlanıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1992-ci il təvəllüdlü Quliyev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. Bakıda sürücü yanan avtomobildə ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Bakının Qaradağ rayonu Binə Sədrək yolunda qeydə alınıb. Yanğın nəticəsində Dongfeng 70 markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyidi yanğın söndürənlər tərəfindən aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından tam mühafizə olunub. Faktla bağlı araşdırma işlərinə başlanılıb.